İndiki sadə zaman formasının inkar forması. Unit 6, I don't present simple negative. 6-cı unit, present simple negative, indiki sadə zamanın inkar forması. İkinci hissə B paragrafına baxırıq. I, we, you, they ilə don't işlənir inkar formada. He, she, it ilə doesn't işlənir. For example, I don't like football. Mən futbolu xoşlamıram. He doesn't like football. O futbolu xoşlamır. Cümlələrə baxaq. I don't like Fred and Fred doesn't like me. Mən Fred'i xoşlamıram, Fred də məni xoşlamır. Not Fred don't like Fred. Üçüncü şəxsi təqdiriyyə. Fredlə doesn't gərək deyəsən. My car doesn't use much petrol. Mənim maşınım çox benzin istifadə etmir. Not my car don't use. My car üçüncü şəxsi təqdiriyyə. Ondan don't use demək səhvdir. Doesn't use deyəsən. Sometimes he is late, but it doesn't happen very often. Bəzən o gecikir, lakin bu tez-tez belə baş vermir. C paragrafına baxırıq. We use don't, doesn't plus infinitive. Don't like, doesn't speak, doesn't do. Biz don't, doesn'tı tosuz fəllə istifadə edirik. Don't likes demək olmaz. Doesn't speaks demək olmaz. Speak deyəsən. For example, cümlələrə baxaq. I don't like washing the car. I don't do it very often. Mən maşın yumağı xoşlamıram. Mən bunu tez-tez etmirəm. Saray speaks Spanish, but she doesn't speak Italian. Saray İspanca danışa bilir, lakin o İtalyanca danışa bilmir. Not doesn't speaks. Doesn't speaks demək səhvdir. Biz fəilin sonuna S çəkici üçüncü şəxsin təkində yalnız təsdiq formada əlavə edirik. Sual və inkar formasında əlavə etmirik. David doesn't do his job very well. David öz işini yaxşı etmir. Burada birinci do fəili köməkçi fəildir, ikinci do fəili əsas fəildir, etmək mənasını verir. Not David doesn't his job. David doesn't his job demək səhvdir. Paula doesn't usually have breakfast. Paula adətən səhər yeməyi etmir, səhər yeməyi yemir. Not doesn't has demək səhvdir. Biz təsdiq formasında have fəilinə has kimi deyirik üçüncü şəxsin təkində, sual və inkar formasında isə have kimi işlədirik.